Biz Kəlbəcəri bir güllə atılmadan azad etdik. Öz doğma diyarımızı qaytardıq və bugün Kəlbəcərdə quruculuq işləri gedir. Kəlbəcər şəhərinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. Kəlbəcərin də özünə məxsus fünkar təbiəti var və Kəlbəcər şəhərinin baş planının təsdiq edilməsi bu təbii gözəlliyi əlbəttə ki ehtiva edir. İsti-su suyu bu bölgənin rəmzi idi. Və biz bugün bu torpaqların sahibləri bütün vaxtı ilə əlimizdən alınmış sərvətləri özümüzə qaytarmışıq və artıq yeni həyatın təzəhürləri görünməkdədir. Bu geniş miqyaslı işlərin görülməsi həm gücümüzü, niyyətimizi, iradəmizi göstərir, bir də xalqımızın böyüklüyünü göstərir.